Salam ana, salam. Üzürlü sayın, bayaq efir başladı. Bəli, 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 bəli. Bəlkə bizdə işləyi var? Yo, kontrum var, valla kontrum var. Buyurun. Hə, xoşuna gəlməz dedi. Bəli, dekabr neçəsi? 18 dekabr. Yetim qızdı. Hə, nənəsi varsa, bütün məclisi aparıcılıq üçün 4000 manat istəyirəm. 4000 manat. Bəli. 6-dan gecə 12-yə qədər, məclis bitənə qədər 4000 manat. Bəli. Təşəkkür edirəm. 4000 manat. Çox sağ olun, minnətdarım. Mən də sizdən xoşum gəldi, belə ürəkli nənəsiz. Minnətdarım. 2 ümumiyyətli tutarmış nənə, ay Allah, mənim olardı. Çox sağ olun. Çox sağ olun nənə. Var olun, var olun. Mən eşitmişdim, bəs bu Nazilə xanım toy qiyməti, xına qiyməti 10.000 manatdır. Elə deyil, elə bilirdim mən. 4000'dirmi? Yoxsa 4000'lik paketdə var? Yox, bu bir ad günüdür. Doğum günüdür. Və mən aparıcı olaraq 4000 manat qonorar istədim. Tək O olacaqsınız da. ziyafətə getməyə mən və bəli, köməkçimlə bəli. Xına onda düzgünmü o xəbərlər bu 10.000 manat olan söhbət doğrudurmu? Yoxsa onların da fərqi olur, aşağı yuxarı Yox, olur? xına da 10.000 manat deyil. 10.000 deyil. Çoxdur, azdır. Yox, xına 3500-dür. 3500 manat. Bəs bu 10.000 deyilən bu məbləğ necə gəzir? Yəni özləri təşkil edə bilərlər. Ansambl var, dekor daha geniş var, bir rəqs şey qrupları istəyirlərsə. var. Nə bilim, hər şey var yəni orada. Onları özləri də təşkil edə bilərlər. Çəkiliş heyəti, mən Turan Cəfərovla çalışıram. Təkcə onun komandası 4000 manata gəlir. Onu mənim üstümə niyə yazırsınız? Çəkiliş komandası təkcə 4000 O mənim manat. yazığın nə günahı. Ansambl gəlir 3500-ə, məsələn, müğənni ilə bir yerdə ya 4000-ə. Ondan mənə nə? Mən öz yerimə deyirəm. Bəs alacağım telefon zəngini. Ən baha xına məclisi Azərbaycanda götürsək ölkə daxilində bu neçə olub? Bu məbləğ nə qədərdir? Bunun və kimliyini də açıqlamaya bilərsiniz, bəlkə də açıqlama. İstəyirsiniz xınaya 200 min xərc qoyulsun. Xına yaxdı ritualı 3500. Bəs ümumi məclis yəni varmı belə məclis, qiymətli? bəli, 200 minə qədər. 200 minə xına məclisi. Bəli, yəni niyə 200 Azərbaycanda mı olub, Niyə Bakıda mı? 200 minə? Əgər stol menüsü 300 manatdırsa, 5 ulduz oteldə,